Salam əziz müəllimlər və müəllim olmaq üçün hazırlaşan müdavimlər. Bugünkü mövzumuz 5-ci sinif texnologiyanın 3-cü mövzusu olan ölçmə və nişanlama alətləri mövzusu olacaq. Gəlin baxaq. Ölçmə və nişanlama vacib və məsuliyyətli əməliyyatlardandır. Məmulatın keyfiyyəti, iş vaxtına və materiala qənaət, dəqiq ölçmə və nişanlamadan çox asılıdır. Pəstahın üzərinə emal sərhədlərini və yerini göstərən kontur xətlərinin çəkilməsi və nöqtələrin qeyd olunması prosesinə nişanlama deyilir. Deməli, açar sözümüz kontur xətlərin çəkilməsi və nöqtələrin qeyd olunması prosesinə nişanlama deyilir. Bir neçə eyni detalın nişanlanması ölçü vasitəsilə aparılır. Bir neçə eyni detalın nişanlanması nə vasitəsilə? Ölçü vasitəsilə aparılır. Ölçü nədən hazırlanır? Ölçü fanerdən və ya istənilən bərk materialdan eyni, real ölçülərlə hazırlanmış detal formasıdır. Əziz müəllimlər, baxın, ölçü bir neçə detalın tez və dəqiq nişanlanmasına imkan verir. Testlərdə rast gələcəyinə sualdır. Ölçü bir neçə detalın tez və dəqiq nişanlanmasına imkan verir. Ölçünü pəstahın üzərində yerləşdirib, sıxır və karandaş çevrəsi ilə xətləyirlər. Xətləmə zamanı materialdan qənaətlə istifadə edilməlidir. Texnoloji tələblərə riayət etməklə bir pəstahın üzərində mümkün qədər çox detal yerləşdirmək olar. Şəkil 1-ə baxın, ölçü ilə nişanlama. Baxın, bir yazılı B, o ölçüdür. 2 yazılan pəstahdır. Görürsünüz, pəstahın üzərinə qoyublar ölçünü. 3-dəki karandaşdır. Şəkillərə də diqqət edin. Yəni, şəkillər də düşür. Oduncaqdan və təbəqə oduncaq materiallarından detalların və pəstahların ölçülməsi, nişanlanması və yoxlanması üçün müxtəlif alətlərdən istifadə edirlər. Gəlin bu alətlərlə yaxından tanış olaq. Əziz müəllimlər, baxın, birinci yazılıb biz. Bizlə nə edirlər? Bizlə deşmə yerləri, bizlə adətən deşirik də. Deşmə yerləri nişanlanır və deşik açır. Nişanlayırıq, deşik açırıq. Çox sadə. Şəkil 2-də bizin şəkli verilibdir. Görürsünüz? Biz də dəstəkdən və iynədən ibarətdir. İynə və dəstək. Karandaşla nə edirik? Karandaşla nişanlama xətləri çəkirik. Baxın şəkil 3-ə. Görürsünüz? A düzgün yonulmuş, ucuna baxın, düzgün yonulubdur. B-də isə düzgün yonulmayıb. Yəni, ola bilər şəkil düşsün, yazılsın ki, hansı düzgün yonulub, hansı düzgün yonulmayıb. Metal ölçmə lenti ilə meşə və mişar materialları ölçülüb, nişanlanır. Metal ölçmə lenti, şəkil 4. Baxın, metal ölçmə lenti, meşə, metal ölçmə lenti, mişar. 3 dənə M gəlir. Bu, həm də ruletkaydı adı. Xarrat metrəsi ilə iri ölçülü pəstahlar ölçülür. Şəkil 5-ə baxın. Görürsünüz, xarrat metrəsi budur. Şəkillərə diqqətlə baxın. Bölgüləri olan xətkeş kiçik ölçülü pəstahları ölçür və nişanlayır. Bu, bilirsiniz hansı xətkeşdir? O, adətən məktəbdə zıdda olur deyə belə o santimetrə qədər xətkeşlər. Baxın o. Şəkil 6. Orada verilib. Bucaqlıq ilə düz bucaqlar yoxlanılır, ölçülür və çəkilir. Əziz müəllimlər, baxın, burada bir dənə bucaqlıqdadır. Düz bucaqları yoxlayır, ölçür, çəkir. Digərlərində, məsələn, yazır ki, nişanlayır, ölçür, müxtəlif bucaqları nişanlayır, ölçür. Amma burada deyir ki, yoxlayır, ölçür, çəkir. Bu nəyə aiddir? Bucaqlığa aiddir. Bucaqlıq da uc və qəlibdən ibarətdir. Şəkillərə baxaq. Xarrat bucaqlığı, şəkil 7-də. Baxın, A-da olan taxtadandır, bucaqlıq taxtadan, metaldan, B-də olan metaldandır. C-də də nişanlama üsulları verilibdir. Görürsünüz, düzgün və düzgün olmayan forması. Deməli, bucaqlıq nədən ola bilər? Taxtadan və ya metaldan hazırlana bilər. Reismusla pəstahın təbəqələri, yəni səthləri emal edərkən paralel xətlər çəkilir. Necə xətlər? Paralel xətlər çəkilir. Reismusa baxaq, müəllimlər. Şəkil 8-ə baxın. Görürsünüz, bu reismusdur.
Bu da hissələridir. Hissələrini əzbər öyrənirik. 1. Meydança. 2. Kiçik mismar. 3. Qəlib. 4. Tircik. 5. Paz. Düşünün ki, bir meydançadır. Meydançanın qapısı olur da qol vurmaq üçün. Orada nə bilim tirciklər var. Mismarlarla bərkidilib. Yəni yadınızda qalmırsa bu formada da öyrənə bilərsiniz. Pərcar ilə deşik yerləri, çevrə və qövslər nişanlanır. Pərcarı da bilirik. Xarrat günyəsi ilə, xarrat bucaqlığı da deyilirdi buna. Müxtəlif bucaqlar nişanlanır. Müxtəlif bucaqlar nişanlanır və ölçülür. Verilmiş bucaq transporter üzərində qurulur. Transporter ilə bucaqlar nişanlanır və ölçülür. İndi baxırıq burada. Deməli, Reismusun hissələrini dedik. Bunu da dedik. Pərcarla nişanlanma üsullarına baxırıq. Əziz müəllimlər, baxdınız siz də. İndi xarrat günyəsinin hissələrinə baxırıq. X, xəttkeş, qəlib, sıxıcı, vint. Bu qədər.